İzahlı test 52-ci hissə 5-ci sinif ingilis dili. Choose the nouns in the singular. Təkdə olan isimlər cərgəsini seçin. Görürük burada təkdə olan isim cars, maşınlar, people, insanlar cəmdədir və the tennis təkdədir. 2 ilə 4 doğru cavabdır. Choose a pair of antonyms. Antonimlər cərgəsini seçin. Easy asandır, light işıqlıdır. Bu antonim deyil. Fire oddur, flat mənzildir. Bu da antonim deyil. Dry qurudur. Wet yaşdır. Bu da antonim. Bu antonimdir. Dry ilə wet, dry quru, wet yaş. Sebadi doğru cavabdır. Warm, hot, isti. Bunlar sinonimdir. 8-ci sual. Choose the correct translation. Aylin adətən dostlarını ad gününə dəvət edir. Aylin обычно приглашает на день рождения своих друзей. Burada görürük ki abandində Aylin usually invites her friends to a birthday party. Aylin adətən öz dostlarını öz ad gününə dəvət edir. Abandi doğru cavabdır. 9-cu sual. Choose the correct word. English people have at 5 o'clock every day. İngilislər hər gün saat 5-də balıq yeyirlər, ice cream, dondurma yeyirlər, barbekü yeyirlər, çay içirlər. Debəndi doğru cavabdır. English people have tea at 5 o'clock every day. İngilislər hər gün saat 5-də çay içirlər. Choose the correct variant. Düzgün variantı seçin. There is much coffee in the cup. Much çoxlu deməkdir. Coffee sayıla bilməyən isimdir. Cümlə doğrudur. There is much coffee in the cup. Fincanda çoxlu kofe var. We see a little animals in the picture. Animals heyvanlardır. Little işləni sayıla bilməyən isimlərdən. Animals isə sayıla bilən isimdir. Ona görə o səhvdir. A cow gives us many milk. Milk sayıla bilməyən isimdir. Many işlənir sayıla bilənlərdən. Çoxlu. Bu da səhvdir. Jane has much dolls at home. Dolls gəlinciklər sayıla bilən isimdir. Much işlənir sayıla bilməyənlərdən. Ona görə bu da səhvdir. Doğru cavab there is much coffee in the cup. Deməli fincanda çoxlu kofe var.